Məmmədli, RoboSoccer kateqoriyası üzrə hazırlaşdığımız Novatime komandasının baş kapitanıyam. Kapitan kimi vəzifələrim proqramlaşdırma və robotun idarə edilməsidir. Proqramlaşdırmada Arduino Uno'dan istifadə etmişik. Kontrolda isə SCP pultdan istifadə etmişik. Mən Sərəşid Hüseyn, robotun mühərrik və dizayn hissəsinə baxıram. Robotumuzun əsas beyin olaraq Arduino Uno'dan hazırlanıb, gövdəsi isə taxtadan hazırlanıbdır. Robotumuzun ön hissəsi, yəni əsas hissəsi 3D printerimizdə yaranan problemlər nəticəsində həmin material olan taxtadan hazırlanıb və öz əllərimizdə kraskalanıb.